Əslində bizim dövlətdən də bu qədər belə adekvat reaksiyalar, açığı gözləmirdilər. Biz konkret bir Bəli. mövqe qoyduq cənab prezidentin Davamlı timsalında. olaraq özü. Bəli, davamlı olaraq konkret hansı addım atdılarsa ona bəli cavab verildi və mən izlədim Ukraynalı kanallar, Rusiyanın özündən olan bəzi müxalif deməli qüvvələr, yəni rus dilli kanallar hamısına baxdım, hansı ki çox böyük kütlələrə xitab edirlər, daxili auditoriyalarına xitab edirlər və s. beynəlxalq səviyyədə çıxışlar edirlər. İngilis dilində olanlar da var, rus dilində olanlar da var. Yəni, onlar aylarla Prezident İlham Əliyevi təriflədilər, Azərbaycanı təriflədilər ki, yəni onlar da dedilər ki, biz təəccüblənirik də ki, yəni Prezident İlham Əliyev necə konkret qətiyyətli bir mövqe qoyur ortaya, geri addım atmır. Yəni Putini o təəccüblə. Əslində düşənbə görüşündən əvvəl bəlkə də biz o mövqeyi qoymasaydıq, düşənbə görüşü də o formada olmayacaqdı. Yəni Cavanşir bəy, düşənbə görüşündən əvvəl 8 avqustda Vaşinqton samiti oldu da, Vaşinqton. Bu Rusiyaya ən böyük zərbə idi. Bu 5 ildə sən bacarmadın bunu, Amerika bacardı. Amerika bacardı və cənab prezident onu çox yaxşı deyir ki, bu gün biz dünyanın ən böyük ofisində ən güclü prezidentin yanındayıq. Bax bu ifadə cavab şapalaq idi. ən böyük cavab.